Hamını salamlayıram. Sizinlə analitik xidmət sistem Guru Markets şirkətin ümumi məlumatlarından başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Hər bir şirkət göstəricisine daha yaxından baxa bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərini müqayisə edəcəyik. Embraer S.A. Ticker ERC. Bu icmal 17 iyun 2025 il tarixinə olan məlumata əsaslanır. Təsnifata görə Guru Markets şirkət Embraer S.A. alt kateqoriyaya aiddir. Aviaprom təhlildə 16 şirkət iştirak edir. Bu kifayət qədər təmsilçidir. Son qərarları bu videonun sonunda görəcəyik. Şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta xal 1 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə bazar üzrə orta balın 1,8 bal olduğunu görə bilərik. 3-ün 6,5 bala qarşı Embraer S.A. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Embraer S.A. ADR və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Embraer S.A. ADR 72,5% dəyişiklik göstərdi. 37,7% alt kateqoriya üzrə qiymət dəyişikliyinin əleyhinədir. Korporasiyanın bazar kapitallaşması Embraer S.A. ADR 9,36 milyard dollar dəyərində qiymətləndirilib. 347 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 3,17 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması 13 milyard dollardır. Birjanın səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Embraer S.A. alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi halında 2,697% təşkil edir. Kitab kapitallaşması 24,64% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil edilən təşkilatın maliyyə öhdəlikləri 2,157 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 68%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi keçilə bilən 0 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 23,5-dir. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin qiymət qazanc nisbəti çox yaxşıdır, 2 bal. Son 12 ayda mənfəət 398 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 512 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,4-üdür. Alt kateqoriya üzrə orta göstərici 3,3-üdür. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 6,650 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 8130 olması gözlənilir. Proqnozlaşdırılan gələcək gəlir göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 6% təşkil edir. Alt kateqoriyada orta hesabla mənfi 10,4%-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 7,683% təşkil edir. Bu, bazar kapitallaşma payından 185% çoxdur.
Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $447.000. Alt kateqoriyada isə $1,274.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəət həcmi $19.000. Alt kateqoriya üzrə orta hesabla mənfi $39.900. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın bir işçisinə düşən gəlirin həcmi $318.000. Alt kateqoriya $384.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi keçərli 0 bal. Qısa müddətli əməliyyatların həcmi 4%, alt kateqoriya üzrə orta hesabla 2,9% təşkil edir. Texniki göstərici RASI 14 şirkət üçün %62 səviyyəsini göstərir Embraer S.A. Alt kateqoriya üçün RSI səviyyəsi 14, təxminən 53% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən $51,3. Şirkətin səhmləri üçün konsensus qiyməti $56,99 ətrafındadır. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin qiymətləndirilməsi nəticəsində Embraer S.A.A. İnformasiya sistemi Guru Markets qərar qəbul edilib. $51,4 alış ticarəti açın. Sövdələşmə açıqdır, çünki şirkətin nisbətən yüksək reytingi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodologiyasından, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 64,97 səviyyəsində müəyyən edilmişdir. Stop loss 37,11 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 17 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, high, satış üçün balans əməliyyatına çevriləcək. Balanslaşdırma sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş faktiki qiymətə müəyyən edilir. Sona qədər izlədiyiniz və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets.